Xoş gördük əziz dinləyicilər. Bizim çox hörmətli siyasətçilərimiz, siyasi şərhçilərimizdən biri olan Xəqani Cəfərlinin bir statusuna rast gəldim və mənim üçün də çox maraqlı oldu bu status. Bu status nədən ibarətdir? Deməli, Amerika Senatı, Amerikada olan Rusiya səfiri Aleksandr Darçevi Senata dəvət eləmək istəyir və Senata Rusiyanın etdiyi soyqırımlar və uşaqların oğurlanması, Ukrayna uşaqlarının oğurlanması barəsində Senata dinləməyə dəvət edir. Xatırlayırsınızsa, artıq 40-a yaxın ölkə Rusiyanın etdiyi cinayətlərin ortaya çıxarılması, onun etdiyi soyqırımlarla bağlı artıq mühakimələr və artıq qərarlar qəbul etməyə başladı ki, və onlar mühakimə edəcəklər bunu. Bu əslində qalsa 1945-ci ildən sonra olan bir Nürnberg hadisəsidir ki, bütün cinayətkarlar, soyqırım əməkdaşları, soyqırımla məşğul olan insanlar məhkəməyə çəkilsin, daha ədalətli dünya məhkəməsinə çəkilsin. Yəni bununla bərabər həm də bu günləri bütün bu status yavaş-yavaş artdıqca Rusiyaya qarşı o soyqırım edən bir ölkə tanımlaması ortaya qoyduqca bu ölkələrin sayı getdikcə də artır. Və ən vacib olan məsələlərdən biri ondan ibarət ki, bu günləri özünü Rus sayan insanlar öz milliyyətlərini, Rus milli kimliyindən imtinanın halları çoxalıb. Bu bir statistikadır. Bu gün Rusiyada məhkəmənin qanunu olmadan milli kimliyindən imtina edə bilməsə, məhkəmə halları, məhkəməyə müraciətlərin sayı çoxalıb. Siz təsəvvür edin. Tatar özünü tatar saymağa, artıq Rusiyadan çəkilir, tatar olur, xakas olur və yaxud da ki, Almaniyada yaşayanlar milli kimliyini dəyişib Alman vətəndaşı olmağa, Azərbaycanda yaşayanlar Azərbaycan vətəndaşı olmağa çalışır və Rus milli kimliyindən kütləvi qaçış ortaya çıxır. Yəni, bu bir statistikadır. Bu ortaya çıxır və bu da mənim üçün çox maraqlı oldu. İstədim bunu da sizə deyim. Amma bu günləri siz təsəvvür edin ki, bu gün Azərbaycandan gedib 3 kilo Rusiyada xiyar satanlar Rusiyadan çox Rusiyaçılıq edir. Amma bu gün Rusiya vətəndaşlığı, Rus milli kimliyindən qaçışın həyata keçirdir Rus vətəndaşı. Və bilin ki, Rusiyanın da heç vaxt bir perspektivi olmayacaq. Onun dilinin də sabah heç bir perspektivi olmayacaq. Ona görə də Rus dilini bir dil kimi öyrənmək, amma Rus mədəniyyətinin tərkib hissəsinə çevirmək qəti surətdə qadağandır və sizə sabah dünyada aqressiv kimi baxacaq. Siz bir anlıq düşünün ki, bütün dünyada ermənilər yaşayır. Siz orada necə yaşayardınız? Azərbaycanlıyam deyəndə necə yaşayarsınız? Bu günləri Rus milləti, Rusiya xalqı belə bir vəziyyətə düşüb dünyada. Rusiyalı Almaniyada, Fransada, hər hansı bir dünyanın bir yerində mən Rusam sözünü fəxrlə deyə bilmir. Çünki ona cinayətkar kimi, çünki ona cani kimi, çünki ona mədəniyyətsiz kimi, çünki ona bir qatil kimi baxırlar. Başa düşürsünüz? Ona görə bu gün kütləvi surətdə Rus kimliyindən qaçış yaranıb ki, və bu əslində qalsa Rusiyanın içində də müsbət təsirə malikdir. Necə? Artıq Tatar olmağıyla daha çox fəxr edəcək, Başqırd olmağı ilə daha çox fəxr edəcək. Bir Xakaç, bir Yakutyalı özünü Rus saymaqdansa özünü daha çox Yakut sayacaq və Yakutyalı olduğunda daha çox ictimai rahatlıq ona gələcək. Nəinki Rusiya kimi. Artıq Rus adı ilə dünyanın heç bir ölkəsində, necə deyərlər, fəxrlə gəzə bilməyəcəksən. Ona görə də bu günləri Azərbaycanda da Rusu özündən daha çox sevənlər unutmasınlar ki, artıq Rus dilinin də bir perspektivi qalmayıb, özünü Rus saymağın da bir perspektivi qalmayıb və Rus dilində danışmaq əslində bir mədəniyyət göstərici yox, bir qatillik, bir soyqırımçı bir mədəniyyətin ortaya qoyulması deməkdir. Təşəkkür ederim, diqqət çəkirəm.